Hər vaxtınız xeyirli olsun. Ermənistan Azərbaycana qarşı apardığı təcavüzkar müharibə və işğalçılıq siyasəti nəticəsində Azərbaycana və xalqımıza qarşı törədilmiş çoxsaylı cinayət əməlləri, cinayət hadisələri təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşının barəsində olan cinayət işi üzrə məhkəmə prosesində bir daha təsdiqini tapar. Təsdiq təkcə təqdim olunan sübutlarda, faktlarda, fotomateriallarda, video materiallarda deyil, eyni zamanda təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşının məhkəmədə verdiyi ifadələrdə, etiraflardadır. Hazırki mərhələdə 2016-cı ildən sonra törədilmiş cinayət hadisələri məhkəmə prosesində araşdırılır. İş üzrə keçən çoxsaylı sübutlar tədqiq olunur. Təqsirləndirilən şəxslər dövlət ittihamçılarının suallarını cavablandırırlar. İfadələrdə bir daha qeyd olunur ki, həmin vaxtı yaradılmış qondarma rejimi, onun dırnaqarası müdafiə ordusunu silah-sursat və digər təminatlarla Ermənistan təmin edib. Və bütün silahlar, təqsirləndirilən şəxslər ifadələrində qeyd edirlər ki, həmin vaxtı bütün silahlar Ermənistandan göndərilib ərazilərimizə. Və bununla bağlı onlar hər hansı bir ölkə ilə müqavilə bağlamayıblar, idxal aparılmayıb və birbaşa silahlar Ermənistanın aldığı silahlar olub. Və minalar, Azərbaycana qarşı aparılmış Ermənistanın mina terroru zamanı istifadə olunan minalar da Ermənistandan gətirilib. Təqsirləndirilən şəxslər ifadələrində bildirirlər ki, ilkin mərhələdə Azərbaycan ərazilərinə bastırılan minalar Sovet dönəmində istehsal olunmuş minalar olub. Sonraki dövrlərdə bastırılan minalar isə Rusiya istehsalı olub, hansı ki onu da Ermənistan alıb Azərbaycan ərazilərinə daşıyıb. Və növbəti sonuncu mərhələdə bastırılan minalar isə Ermənistan istehsalı olub. Məhkəmə prosesində bir daha qeyd olunur ki, Azərbaycan ərazilərində istifadə edilən bütün silahlar eyni zamanda müxtəlif təyinatlı raketlər Ermənistan silahlı qüvvələrinin nəzdində olan silahlar olub. Həmçinin o zamanlar Azərbaycan ərazilərində qondarma rejimin keçirdiyi müxtəlif paradlarda nümayiş olunan silahlar da Ermənistandan gətirilib, istifadə olunurmuş və nümayiş olunurmuş. Məhkəmə prosesində bu cür faktlar, bu cür cinayət işi üzrə keçən sübutlar olduqca çoxdur. Və eyni zamanda qeyd olunur ki, həmin vaxtı Azərbaycanın əraziləri, Azərbaycanın maddi qiymətləri, müxtəlif təbii sərvətləri qanunsuz yolla istismar olunub və Ermənistana daşınıb. Eyni zamanda bundan əldə olunan vəsait gəlir də Ermənistan ordusunun və həmin vaxtı qanunsuz silahlı dəstələrin yaratdığı qanunsuz silahlı birləşmələrin müxtəlif təminatına, təchizatına sərf olunub. Məhkəmə prosesi açıq keçirilir. Təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşının məhkəmə prosesində sərbəst ifadə verməsi üçün onlara iki dildə, həm erməni dilində, həm də rus dilində tərcüməçi ayrılıb. Eyni zamanda onlar iki müdafiəçi ilə təmin olunublar. Biz açıq keçən məhkəmə iclası ilə bağlı, bugünkü iclasla bağlı xüsusi reportajımız da olacaq ki, onda xəbərlərin növbəti buraxılışında tamaşaçıların diqqətinə çatdıracağıq. Hələlik isə bu saata çatdıracaqlarımız bu qədər. Buyurun, söz yenidən studiyada, mərkəzdədir.